El arasında sarı çiçək kimi tanınan türpənc, taxıl sahələrində, yoncalıqlarda, çəmənliklərdə və bağlarda geniş yayılmış alaqotudur. Bir türpənc bitkisi 10 minədək toxum əmələ gətirə bilir və bu toxumlar 4-5 il ərzində düzəlmə qabiliyyətini saxlayır. Türpənc aprel-may aylarında çiçəkləyir, vegetasiyanın ikinci ilindən etibarən isə iyul aylarında meyvə verir. Toxumların asanlıqla tökülməsi nəticəsində sahədə çoxlu düzəltilər yaranır və bu da onun sürətlə yayılmasına səbəb olur. Taxıl sahələrində və əkin yerlərində türpənc kimi alaqotlarına qarşı mübarizə yüksək məhsuldarlığın təmin olunması üçün kompleks tədbirlər tələb edir. Bu mübarizə həm aqrotexniki, həm də kimyəvi üsullarla həyata keçirilir. Aqrotexniki tədbirlər çərçivəsində torpağın vaxtında və düzgün şumlanması, növbəli əkin sisteminin tətbiqi, toxum materiallarının təmizlənməsi və səpin öncəsi torpağın düzgün becərilməsi türpəncin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Kimyəvi mübarizə isə əsasən herbisidlərin tətbiqi ilə aparılır. Bu zaman preparatlar taxıl sahələrində türpəncin düzəlmə dövründən sonra kollanma ilə boruya çıxma fazası arasında tətbiq edildikdə daha effektiv nəticə verir. Türpənc kimi geniş yarpaqlı alaqotlarına qarşı adətən 2,4D tərkibli herbisidlərdən istifadə olunur ki, bu da aktiv böyümə mərhələsində olan bitkilərin məhv edilməsində kömək edir. Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən əkin sahələrində mütəmadi monitorinqlər aparılır. Fermerlərə, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə üsulları barədə müvafiq tövsiyələr verilir. Hörmətli fermerlər, qabaqlayıcı tədbirlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi kənd təsərrüfatı məhsullarının dayanıqlı istehsalının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.